Həmin o adamlardır ki, bu günləri gedirlər, qaçırlar, yəni kafelərdə otururlar. Onları da deyirlər, filan kəslər cəmat baxın, hamısı Mercedesdə gəzir. Hamısı əslində bu xırda bir 10%'dir. Halkın 10%'de yoxdur. Amma əslində xalqla bizim aldığımız məlumat belədir. Biz cəmatlar bizə yazırlar, uzunlar bizə məlumatı çoxdur. Amma əslində hakimiyyətlə xalq arasında konsensus yoxdur və hakimiyyət xalqa bir tam hüquqlu bir insan kimi baxmır. Yəni kolonial bir rejimdir ölkədə. Kolonial rejimdir. Onu mən elə bilirəm ki, bayaq dediyim kimi bu rasklad deyirlər usta, rasklad. Regionda yaranan rasklad. O rasklad da Aliyevin xeyrinə deyil. O özü də bunu başa düşər. Əgər başa düşmürsə, biraz da pis. Yəni bu günləri bildiyiniz kimi xarici